birinci qismi. Şeyx deyir ki, onlar hansısa bir əməlin keyfiyyətindən bəhs eləmir, keyfiyyəti ilə əlaqəli deyil. Misal verir şeyx. Deyir ki, i'tiqad-ı rububiyyətillah. Baxın, şeyx etiqada, əqidəyə daxil olan yuxarıda saydığı 6 məsələdən əlavə olaraq bəzi məsələləri gətirir burada. Baxın, deyir ki, misal olaraq i'tiqad-ı rububiyyətillahi azza və cəllə. Allah azza və cəllənin rububiyyət sahibi olmasına etiqad etmək əqidə məsələlərinə daxildir. Nədir Allah subhanahu və teala'nın rububiyyəti deyiləndə nə başa düşülür? Nədir rububiyyət tövhidi? Allah subhanahu və teala'nın rububiyyəsinə etiqad etmək odur ki, sən etiqad edəsən ki, Allah subhanahu və teala yaradandır. Allah subhanahu və teala öldürəndir. Allah subhanahu və teala ruzi verəndir. Və Allah subhanahu və teala kainatdakı bütün işləri idarə edəndir. Bu məsələlərə sənin etiqad etməyin rububiyyə tövhidinə daxildir. Və sonra şeyx deyir ki, əqidəyə daxil olan məsələlərdən vücubu ibadətihi, Allah subhanahu və teala'ya ibadət etməyin vacib olduğunu təsdiqləməyin də əqidəyə daxildir. Və i'tiqadi bəqiyyəti ərkanil imanil məzkura. Və şeyx deyir, həmçinin əvvəldə zikr etdiyimiz imanın 6 ruknu, 6 şərti ki var idi, Allaha, mələklərinə, kitablarına, rəsullarına, qiyamət gününə və qədərin xeyrinə və şərinə iman etmək, bu 6 məsələ də əqidəyə daxil olan məsələlərdir. Bununla bitirmi? Yəni, başqa bir məsələ yoxdurmu əqidəyə daxil olan? Var təbii ki, bu zikr olunan məsələlərin ətrafında olan bütün məsələlər də əqidəyə daxil olur. Və tusammə asliyyə, və şeyx deyir ki, şəriət 2 qismə bölünür dedi və birinci qismi getdi, etiqadla bağlı olan məsələlərdir və bəzilərini zikr elədi burada. Və sonra şeyx deyir ki, və tusammə asliyyə, şəriətin bu birinci qismi asliyyə, yəni əsl olan adlanır. Nə deməkdir? Yəni bünövrədir, təməldir. Və sonra isə şeyx deyir